Narahat olmayın. Mama dedi narahat olma. Hiçbir narahat. Şükür Allah. Selamat kalmışım. Korumaya şükür. Şiş gelip de koruma. Alnıma. Allah kömək olsun. Səhər durdu tezdən namazını qıldı. 6-ya qalmışdı, evdən çıxdı. Dedi Allah qoysa 12-də bir işləmiş düşəcəm. O da biz də eşitdik televizor vasitəsilə ki, samolyot qəzaya düşübdü. Sonra da televizorda siyahıda adı çıxdı ki, yəni narahat olmasınlar da. Zülfüqar Əsədov da sağdır. Qəza olandan sonra sırada zəng çatmır. Sonra hardasa bir yarım saat, 20 dəqiqə zəng elədim, zəng çatdı. Dedi narahat olma, qorxmayın, yaxşıdır. Biraz zədə almışam başımdan, belimdən, böyrəyimdən, ayaqlardan. Yüngülvari xəsarət almışam. Ancaq belə salamatçılıqdır, şükür Allah, narahat olmayın. Aviasiya sahəsində işləyirəm mən də. Zülfüqar Əsədov ümumiyyətlə bort bələdçi işləyir. Deməli 87-ci ildən bort bələdçi işləyir. Pilotları da mən çox yaxından tanıyırdım. Çox yaxşı münasibətimiz də var idi. Uçuş heyəti, pilotları nəzərdə tuturam və bort bələdçiləri nəzərdə tuturam ki, onların şücaəti nəticəsində gör neçə nəfərimiz sağ qaldı. Qeyd edək ki, Azərbaycan Hava Yollarının yaydığı məlumata görə qəzaya uğrayan təyyarənin 5 ekipaj üzvü olub. Onlardan biri də Zülfüqar Əsədovda. Hadisə vaxtı 2 pilot həyatını itirib. Vurğun Mədətov, Qadir Əliyev, Gündüz Vaqifoğlu, İTV Xəbər.